İsa bəy, Hills Advokat şirkətinin üstünlükləri. Təşəkkür edirəm Lalə xanım. İlk növbədə onu qeyd edeyim ki, Hills Advokat olaraq bizimlə müqavilə bağlanmış həkimlərimiz ən azı 1 il müddətində peşə fəaliyyətləri ilə bağlı olan problemlərin sayından və mürəkkəbliyindən asılı olmayaraq bizim tərəfimizdən hüquqi dəstək alırlar. Eyni zamanda onu da qeyd edeyim ki, həkimlərimizin pasientlərlə hüquqi problemlərin yaranmasını gözləmədən preventiv tədbir olaraq artıq biz öncədən onların peşə fəaliyyətlərində istifadə etdikləri hüquqi sənədlərin ekspertizasını keçiririk və orada olan boşluqların, çatışmazlıqların aradan qaldırılmasına nail oluruq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, həm tibb sahəsində, həm də hüquq sahəsində kifayət qədər uzun müddət səmərəli fəaliyyət göstərən komandamız həkimlərimizə daim dəstək olurlar və onların hüquqlarının qorunmasında əllərindən gələn hər şeyi edirlər. Eyni zamanda onu da qeyd edim ki, həkimlərimiz günün istənilən zamanı bizə zəng edərək müraciət edə bilərlər və konsultasiyalar ala bilərlər. İsa bəy, xəstə və xəstə yaxınları tərəfindən həkimlərin hüquqları pozulduğu halda həkimlərin edəcəyi addımlar nələrdən ibarətdir? Aydındır Lalə xanım. İlk növbədə həkimlərimiz belə xoşagəlməz hallarla rastlaşdığı zaman şirkətimizə müraciət edirlər. Şirkətimizdə həkimin problemi ilə bağlı müzakirələr aparılır və həmin problemin xarakterinə uyğun olaraq hüquq mühafizə orqanlarına və yaxud məhkəmələrə müraciət olunur tərəfimizdən. Burada ən çox rastlaşılan hallarla bağlı qeydlər etmək istəyərdim. Deməli, son zamanlar sosial şəbəkələrdə bilirik ki, həkimlərin işgüzar nüfuzuna xələl gətirən materiallar paylaşılır. Eyni zamanda bəzi hallarda belə materiallarda hətta təhqir və böhtanına da rast gəlmək olur. Belə olan hallarda, təhqir və böhtan olan hallarda artıq hüquq mühafizə orqanlarına müraciət olunur, cinayət tərkib olduğundan. İşgüzar nüfuza xələl gəlməklə bağlı isə artıq məhkəmələrdə mülki qaydada iddialar qaldırılır. Həkimin razılığı olmadan xəstə yaxınları tərəfindən çəkilişin aparılması qanunidirmi? Çox sağ olun Lalə xanım. Bu sualla son zamanlar tez-tez rastlaşırıq biz. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən şəxsin razılığı olmadan onun haqqında çəkiliş aparmaq qadağandır. Son zamanlar pasientlər həkimlərin razılığı olmadan və yaxud onları xəbərdar etmədən çəkilişlər aparırlar və bəzi hallarda bəli, tamamilə doğrudur. Sosial şəbəkələrdə də paylaşılırlar. Burada birmənalı olaraq həkimin razılığı olmadan aparılmış hər hansı bir çəkiliş qeyri-qanunidir və belə çəkilişlərin aparılması qanuna ziddir. Təşəkkür